Hoş gördük, əziz izləyicilərim, dostlarım, məni tanıyanlar. Ümid edirəm, yaxşısınız, mən də yaxşıyam. Şükürlər olsun Allah. Bu günləri acılığın 6-cı gününə keçmişəm və 6-cı günü çox da rahat şəkildə məndə gedir. Gördüyünüz kimi sağ-salamatam. Dünənləri bir neçə tanışlar, dostlar görmüşdülər məni. Biz də burada ticarət işinə məşğul olduğumuz obyektimiz var. Gəlirlər, gedirlər. Mən də olur ki, görürsən, üst-üstə düşür, onları görürüm. Və TikTok səhifəm qarşılarına çıxıb görürlər. Məndən soruşurlar ki, yəni bu sən bəyəm ac qalırsan? Deyirəm ki, yəni bu artıq məndə birinci dəfə deyil ki, mən bunu dəfələrlə eləmişəm və hətta sizə də demişəm, vaxt ikən soruşmuşsunuz məndən. Yəni əyani olaraq üzbəüz dayanıb adamlara deyirəm, inanılır ki, yəni insan ac qala bilər. Mən də deyirəm ki, bunu əgər kimsə inanmırsa buna, şübhə eləyirsə ki, yəni belə bir şey mümkündür. Mən canlı şahidim. Yəni, hər hansı bir insandan iddia edirəm, gəlsin iddiasının arxasında dayansın, mənim nəzarət eləyə bilər, nəzarətini eləsin və yaxud dediyi yerdə gedim, oturum, onun dediyi qaydada və nəinki günlərlə, dediyim kimi həftələrlə ac qalmağı onları ispat edeyim və göstərim ki, necə olur. Mənim məqsədim ac qalmaqla bağlı, ac yaşamaqla bağlı öncədən demişəm, nədir? Yəni, bu sağlamlıqla bağlı olan bir məsələdir. Bu birinci növbədə. Bunun yəni başqa bir düşüncə yoxdur bu baxımdan. Bu belə də olmalı. Sağlamlıqla bağlı olan bir məsələdir. İkinci məsələ, yəni bilməyənlərə, tərəddüd edənlərə, inanmayanlara, öz ağıllarına onu sığışdırmayan insanlara, hansılar ki, onu çətin olur onlar üçün onu qəbul etmək ki, necə ola bilər, insan ac qalır və rahat şəkildə də həyatını yaşaya bilir. Bunu eşidiblər, görməyiblər, ola bilsin, bizdə bunu görməyiblər, başqa yerlərdə məsələn görüblər, o barədə eşidiblər. Onlar üçün bir nağıl kimi gəlir. Mən əyani olaraq, faktiki onlara bunu ispat eləyən və öz dilimizdə, yəni Azərbaycan türkçəsində danışan bir Azərbaycan türkü olaraq, bir həmyerlimiz olaraq, bir xalqımızın nümayəndəsi olaraq, nə qədər ki bizim ölkədə xalqlar yaşayır, hansılar ki bizim özbəöz dilimizdə bizlə danışırlar və onlara bunu göstərirəm ki, yəni bu çox da rahat şəkildə mümkün olan bir şeydir. Mən bunun ən üst səviyyəsini eləyirəm bu işi bilən adam kimi, yəni təcrübədən keçirdən, praktikadan keçirdən adam kimi. Məqsəd budur mən tərəfdən göstərim. Və bunun əlbəttə ki, ondan aşağı səviyyələr, hansı ki OMAD demişdim, gündə bir dəfə qidalanmaq və yaxud ketoz vəziyyətində qalmaq, gündə 2 dəfə qidalanmaq, o artıq əlbəttə ki, mənim üçün aşağı hissələrdir, hansıları ki, mən onları artıq çoxdan keçmişəm. Mənim üçün onlar çox sadə bir şeylərdir. Amma sizin üçün əlbəttə ki, hələ ona addım atmaq, ona gəlib yaxınlaşmaq özü özlüyündə, yəni hələ tərəddüd içindəsiz ki, bunu eləyim, eləməyim. Çünki rejimə girmək, diyet eləmək və yaxud doğru qidalanmaq, bunlara yəni insan qərar verirdi, o qərara gəlib çatmırsa. Mən isə onların hamısını çoxdan keçmişəm, əzizim. Yəni, bunu praktik şəkildə keçmişəm. Bunu teori olaraq oxuya-oxuya, savadlana bu baxımdan keçmişəm. Yəni, orqanizmdə baş verən bütün prosesləri necə gedir, hamısını öyrənə keçmişəm. Çünki onu öyrənməsəydim mən, bilməsəydim, mən yəni bu hissələrə gəlib çata bilməzdim. İstəyir insulin dirənci olsun, istəyir insulin ifrazı olsun, istəyir hormonların yəni fəaliyyəti olsun, fərq eləmir, hansı hormon olursa olsun orqanizmdə.
maddələr mübadiləsi, qan dövranı, şəkər səviyyəsinin qalxması, düşməsi, glikemik indeksin nə olduğu, bunları axı biz öyrənə gəlib çatmışıq. Və biz bir dənə, mən məsələn, adi bir dənə şeyin üzərində dayanaraq oyla bunu eləyə bilməzdim. Mən bütün insan anatomiyasını öyrənə gəlib çıxmışam ona. Bütün fizioloji prosesləri öyrənə gəlib ona çıxmışam. Ona görə də bizim insanlara bəzən, nə bilim, kağız-çuğuz lazım olur ki, gəl bunu sənə göstərim ki, hə, indi sən mənə inan, filan şeydə sən düz deyirsən. Çox qəribədirlər. Yəni inamsızlıq, böyük bir inamsızlıq var və yaxşı da bir şey deyil. Yaxşı bir şey deyil. Yəni səmimi insanlara, doğru insanlara, savadlı insanlara inanıb onların etdiklərini təkrar edərək sağlam qalmaq imkanımız varsa, niyə də bunu etməyəsiz? Mən məsəl üçün bədən təbiyyəsi akademiyasını bitirmişəm. Mənim ona aid olan diplomum var, məşqçi səviyyəm var, hakim səviyyəm var, mənim onların ayrıca vəsiqələrim var ona aid olan. Bir də müalicə bədən tərbiyəsi diplomum var, hansı ki, həmin institutda biz ayrıca olaraq onun tədris olunub bizə və mən onu da keçmişəm. Yəni, əlbəttə ki, əgər bir şey ki, müalicə söhbət gedirsə, deməli, onun diplomu da məndə varsa, mən bunu boşu-boşuna danışan adam olmayacağım. Yəni, biraz inamımızı, biraz belə eləyə biləcək məsələsini özünüzdə dəqiqləşdirin. Sonra da dediyim sözləri əgər neysə sizin üçün aydın olmayacaqsa və yaxud neysə deyirsiniz ki, yəni bu o deyil, yəni burada nəsə düz danışılmır və yaxud nəsə. Dəqiqə zəng gəldi. O zaman girin, baxın internetə, araşdırın, nə bilim, özünüz üçün soruşun, maraqlanın. O zaman görəcəksiniz ki, mənim elədiyim elə bir şeydir ki, bunu ölkədə eləmirlər. Nə təlqin eləyirlər bunu, nə öyrətmək istəyirlər, nə danışanlar da aydın şəkildə danışmır, iki kəlmə deyirlər, sonra sürüşürlər, çıxırlar aradan. Mənim də qarşıma çıxır, videolar çıxır, görürəm. Yəni, dolğun şəkildə demək lazımdır. Ay zaman, bax bu yağlardan, bu geni dəyişmiş simska yağından, qalda yağından, nə bilim bu palma yağından, giz-giz yağlardan uzaq olun. Xəstələndirməyin özünüzü. Bunu uzaqlaşdırın. Həkimlər bunu deməlidir. Həkimlər deməlidir ki, yediyiniz karbohidratlar sizin yağ hüceyrələrinizin içinə gedib zir-zibil tökür. Yağ hüceyrələri həmin o yediyiniz zərərli qidaların atıqlarını hamısını yığır, özündə saxlayır və orada iltihabi vəziyyət əmələ gəlir. O iltihabi vəziyyət də yağ çoxalması nəticəsində insulinə rezintetiniz, həmin o insulin direncinə əmələ gətirir, hansı ki, artıq hüceyrələr özlərini qoruyurlar, qapıyırlar ki, onların içinə zir-zibil gəlib girməsin. Həmin o yağ hüceyrələrin yığıb topladığı iltihabi vəziyyət nəticəsində orada gələn zir-zibillər həmin o insanı xəstələndirən hüceyrələri xarib eləyən şeylər gəlib, insan görmürsən, o qapını bağlayır və insulin ifrazı zamanı ki, hansı ki, sonradan hüceyrələrə enerji lazım olur. İnsulin dəşiyib onun içinə sala bilmir hüceyrənin içinə. Nəyə görə? Çünki hüceyrə özünü qoruyur o zirzibillərə görə. Ki, içinə girməsin. Qapısını bağlı saxlayıb. Amma ac olduğu üçün yenə də siqnal ötürür və siqnal zamanı da dayanmadan mədə-altı vəzidən insulin ifraz olur və bu sürəkli şəkildə bir çevrə yaradır və həmin çevrənin içində də insulin direnci var. Və insan başlayır kökəlməyə, yağları artır. Yağ artdıqca da xəstəliklərin bütün hər bir şeydə əmələ gəlir ortalıqda. Hamısı göz qabağında olur. Bundan uzaq olmaq lazımdır. Bax, dediklərim nəticələr gətirir, buna çıxardır. İndi bundan sonra inşallah mən yenə də sizin üçün hazırladığım videolarda, məsələn, qidalar barəsində, yeni hansı qidalar olacağı məlumuzdur, onları da sizə deyəcəm. Vaxt zamanı uzatmaq istəmirəm, yəni videonu maksimum 10 dəqiqəlik etmək istəyirəm deyə. Burada
söhbətimi saxlayıram. Like edin, komment yazın, repost edin, xahiş edirəm. Qoy hər kəsə yayılsın, çox insanın qarşısına çıxsın, bizi görsünlər. Sağ olun. Hələlik görüşərik.